toy var. Mən YouTube izləyicilərinə göstərmək istəyirəm toyu. Deməli, təsəvvür eləyin ki, bir cavan oğlan dollarları verir müğənninin Şəbnəm Tovuzlunun əlinə verir. Və hiss olunur ki, bu özü deyəsən Gürcistan toyudur. Bu ne oldu bu hara getir. Bir dəqiqə doktor. Buranı düzəldim. Düzəldim buranı bir dəqiqə. Estağfurullah. Bir balaca problem yarandı. Texniki problem. İcazə verin düzəldək bunu. Hə deməli. Gürcistan toyudur. Burada pul verir. Anasının az qalır ürəyi gedə ha. Baba göstərirəm sizə. Anasının az qalır ürəyi gedə. Pullar hiss olunur ki, qaqaş bir sinədir. Ya buna bak. Buna baba dollarları verir bak. Şəbnəmə. Şəbnəmə dollarları verir. Şəbnəmə dollarlar verir. Anasına bak rəngi ruhu get. Hiss olunur ki, qaqaş var ya bu bantikli, kalıstuklu qaqaş. Hiss olunur ki, bu fəhlə babadır. Yəni bunun yedir, darı yiyən xoruz toyuq dimdiyindən məlumdur. Sonra töydüyü pulumu yığır, ayağına pul tökülər. Piyan olub qaqaş. Hardasa bir 18-19 yaşında qaqaşdır. Piyan olubdur, Şəbnəmin ayağına pul tökür. O da deyir, Şəbnəm də deyir, israf eləmə. Dolları ona bak, ona bak. Bak bak, qaqaşa bak, qaqaşa. Ha. Anası da deyir, anası rəngini yedi, ona bak. Ayağına tökür pul. Gürcistan toyudur, səhv eləmək. Gör bir qazinin başından belə pul tökər mi bu köpəyə olur? Anası belli. Anası belli. Nağa ördün. Deyir nağa ördün. Görür ki kamera bunu çəkir. Belli. Yani güya ki oynamaq. Ha dəhşətdir. Qaqaş özünü bu nəyə bənzədi? Aylarla bir ay kariyerde daş boşaldır. Kubik daş doldurur kariyerde Qaradağda. Ayda bir dəfə pulunu alır gəlir. Bazlıq eləyir o biraz orta səviyyəli yerlərdə. Ona bənzəyir bu biabırçılıqdır bu.